İşte ben Kutçu Aşırıvağım, İranlı Dollabzarı şehidi Aşırıvağımın yanında ders aldım. O Dollabzara kulluk eylemişti İranlı. Sonra Boşalı'da Aşık Hasanoğlu Fahralı ona kulluk eylemişti. Aşık Ali'ye kulluk eylemişti. Şair Ağacan'a kulluk eylemişti son vakti. Daimle bu Aşırıvağım dostuydu. Bir gün bizim kendi toya geldi, bununla bu danıştı. Dedi ki bizim bu uşağın ayrafından bir şey çıkar mı? Bunu yanına götüresin. Bu benim sesime, okumağıma, çalmağıma baktı ki yaşlı da parmakları var, yaşlı olan. Sesi de yaşlıdır. Danışığı da laf hoşuma əldi bu uşağın. Bunu benim yanıma koydu. Məni apardı getdi Aşırıvağımın yanında. 2 yıl yarım ben onun yanında kaldım. Ondan sonra da Boşralı rayonunun Fahralı kəndində bir Aşıq bayram var idi. Biraz da onun yanında kaldım. Belə geldim ama sənətə çox quşdan quş idim. Ne olsa soruşurdum, beynini tökürdüm ustanın ki buna ne deyirlər, bu qaydanın adı nədir, ondan bu pərdiyə nə deyirlər. Bunları o qədər demək bezdirirdim ki, axırı deyir də, sən kimi quş bir şəhid görməmişəm, bu qədər şəhid örgətmişəm. Elə sən elə bu necə oldu, bu hancarıdır. Çünki sözlərini də bilirsiniz, daha çoxu ərəbi fars qatıblar sözlərə, köhnə sözlərə. Bunu soruşurdum, bunun içini bəlkə məndən soruşacaqlar, buna nə deyim? Deyir də, vallah bundan bir şey çıxacaq. Çox sözü qorxusundan mənim yanımda oxumurdu. Ondan sonra da geldim Fahralı şair nəvi söz ambarı idi. 1-2 ildə buna saz tuttum. Ne saz tutmak bilmiyorum. Bir ala kansalı var, kansalı göğsüne vuruldu. Öyle buna elini geleceğe, saz geleceğe vuruldu. Ancak onun sazını ben istiyordum. Sonra Karapsı'da bir sahip göğün oldu. Benimle beraber oldu. Şimdi sen de onun sazını ben tuttum. O da saz çalmak bilmiyorum. Sonra sizin tarafta gene kaptanın Şair Ağacan var idi. Bu Şair Ağacan'ın da gene bir neçə vakti ben buna tapıştı. Benim ustamın ustası oluyor. 37. ildən buraya mətbuat mənim qələmi ki, olimpiyadalarda, nə bilim mən verilişlərdə, şadlıqlarda hökumət mənə qiymət verdi. Həm də 40'dan çox mən dəstən örgəndim.